Gündəm verilişi növbəti buraxılışı ilə efirdədir. Bu dəfə də gündəmi müzakirə edəcəyik. Əsasən Azərbaycanda, regionda və dünyada baş verən ictimai siyasi hadisələrə nəzər yetirəcəyik. Qonağımız isə Turan Hərəkatının başqanı Cahandar Bəyoğludur. Cahandar bəy, xoş gəlmisiniz. Sağ olun Zelan bəy, təşəkkür edirəm. Başarılı yayınlar deyirəm, hər kəs salamlayıram. Cahandar bəy, bugün səhər belə bir məlumata rast gəldik ki, Ermənistanın bir neçə bilirsiniz də terror təşkilatı var. Onlardan da bir ən amansı Yerkarab terror təşkilatıdır. Hansı ki, 1-ci Qarabağ müharibəsində mülki Azərbaycanlılarının qanın axıdılmasında, müəyyən şəhərlərinin dağıdılmasında bu terror təşkilatı xüsusi amansızlıq nümayiş etdirmişdir. Düzdür, 44 günlük vətən müharibəsində onların bir hissəsi məhv edildi. Ancaq tör-töküntüləri hələ də qalmaqdadır. Paşinyan hakimiyyəti nədənsə onları qoruyub saxlamaqdadır. Bugün qeyd etdiyim kimi bir məlumata rast gəldik ki, həmin o terror təşkilatının 60-a yaxın üzvü Azərbaycan-Ermənistan sərhədinə yerləşdirilib. Sizcə bu terror təşkilatının üzvlərinin Azərbaycanla sərhəddə yerləşdirilməsində Paşinyan rejiminin məqsədi, məramı nədən ibarətdir? Zelan bəy, onu bildirim ki, erməni terror təşkilatı, raparaq, asala adlandırmaqdansa, erməni millət olaraq terror milləti, Zelan bəy. Bu baxımdan da biz ermənilərin Güney Qafqaz dediyimiz Qafqazda varlığın özü Qafqaza təhdiddir. Nəinki onların arası yerləşdirilməsi. Bu təhdidin də bir qarşılığı var. Təhdid susturulmalıdır. Təhdid bölgə üçün varsa, güvənliyinə təhlükə olduğuna görə o təhdid mənbəyi susturulmalıdır. Bu baxımdan da bütünlüklə erməni terror millətinə bir mesaj verilməlidir ki, ya adam kimi yaşayın, ya bölgənin güvənliyinə qarşı hansısa bir dış güclərin oyuncaq olmaqdan imtina edin, ya da ki, bölgəni tərk edin. Bu erməni seçimi olmalıdır. Sınır anlayışında mən qəbul eləmirəm, İlhan bəy. Ermənistanla Azərbaycan arasında hansı sınırı var ki, kim müəyyənləşdirib ki, biz orası şərti sərhəd deyirik də. Heç onun şərti də demək lazım deyil. Güney Qafqazda erməni təhdidi varsa, onların hamısı susturulmalıdır və erməni... Üzrü hesab edilir ki, həmin Yerkarab terror təşkilatının üzvləri sərhəddə yerləşdirib dərhal Azərbaycan onları sıradan çıxarmalıdır və beynəlxalq hüquq da bunu bizdən tələb edir. Güvənliyimizə, bölgənin güvənliyinə təhdid ocaqları söndürülməlidir. Özəlliklə bu təşkilatları biz terror təşkilatı kimi tanıyırıq və bu terror təşkilatlarının varlığını da biz ilk öncə ortaya qoymalıyıq, beynəlxalq ictimaiyyətə təqdim etməliyik və onların varlığı ilə bağlı müraciətlər olmalıdır, ya onlar geri çəkilməlidirlər, bölgəni tərk eləməlidirlər, nəinki İrəvana da çəkilməli deyirlər onlar. Onlar ümumiyyətlə Qafqazdan getməlidirlər. Yox, əgər bunu etməyəcəklərsə, həmin təhlükə mənbələri darmadağın dağıdılmalıdır. Məqsəd nədir Paşinyan rejimi? Bu, psixoloji bir hava yaratma cəhdidir. Birinci, erməni xalqına moral verirlər ki, biz davamızı davam etdiririk, mücadilə davam edir, erməni xalqı məğlub deyil, anlayışı ortaya çıxarmaq istəyirlər, iç siyasətə yönəlik, erməni xalqının dirəncini qoruma siyasəti güdülür. Digər tərəfdən də bizə özəlliklə mesaj verirlər ki, biz hələ də sizə qarşı təhlükə mənbəyi olaraq qalırıq. Və eyni zamanda bizim qafamızı qarışdırırlar, belə deyək. Həm də üçüncü bir mesajda Qafqazda maraqlı olan dövlətlərə bir mesaj verirlər ki, siz bizi kullanın, biz hər zaman sizin əskəriniz olaraq Qafqazda sizin maraqlarınız təminatçısına olaraq davam etməyə hazırıq. Anlayışı qoyurlar ortaya. Biz bu üç halın da üçünü nəzərdə alıb, erməni maraqlarına qarşı özümüzün doktrinlərini, ideoloji, siyasi
xəttimizi müəyyənləşdirməliyik. Biz erməni hərəkətlərinə qarşı adekvat cavab verməkdənsə, prinsipial olaraq olayı biz yaratmalıyıq. Elə hərəkətlər eləməliyik ki, Ermənistanda bizim hərəkətlərimiz mövzuya çevrilsin. Nəinki ermənilərin hansısa bir davranışı Azərbaycanda mövzu olmamalıdır. Mən hansısa bir erməni təşkilatının ya erməni dövlətinin açıqlamasını bugün bölgədə Azərbaycana qarşı kullanılan ideoloji siyasi təxribatların fonunda Azərbaycanda olay olmasına qarşıyam. Mən hesab edirəm ki, Azərbaycan tərəfi, istənilən Azərbaycanın siyasi elitası, Azərbaycanın ictimai mühiti, Azərbaycanın aparıcı ictimai fikir adamları elə fikirlər səsləndirməlidir, elə bir fikirdə formalaşdırmalıdırlar ki, o fikrin hər biri İrəvanda mövzuya çevrilsin. Erməni xalqı ancaq bizdən danışsın ki, Azərbaycan türkləri belə dedi, filan kəs Azərbaycanda belə dedi. Mən hesab edirəm ki, artıq erməni ictimai mühitinin Azərbaycanda hər kəsi tanıması zamanıdır. Azərbaycan istənilən bir qəzetəçisini belə, Azərbaycanda söz sahibi olan, danışan hər kəsi ermənilərin tanınması zamanıdır və əzbərləməlidirlər. Azərbaycanda kimlər var, nə deyirlər və günlük də Azərbaycanın şəxsiyyətlərini müzakirəyə açmalıdırlar. Biz də bu yöndə ermənilərin atdığı addımların dalınca deyil, bizim attığımız addımların arxasınca ermənilərin gəzməsini təmin etməliyik. Bəs bunun fonunda Paşinyan rejimi tələb edir ki, həm də istəyir bundan ibarət ki, Azərbaycan sülh müqaviləsi imzalansın. Yəni, bəs bunun... Aylan bəy, bu dəfələrlə biz demişik, bu sülh müqaviləsi mövzusu təbii ki, siyasətdə, diplomatiyada bizə lazımdır. Amma Azərbaycan xalqının içərisində bunu problemə çevirmək doğru deyil. Çünki bu sülh müqaviləsi bizdən çox erməniyə lazımdır. Sülh müqaviləsi imzalananda erməni tərəfi ilə Azərbaycan tərəfi öhdəçiliklər götürəcək, düzdürmü? Sazişlər olacaq da. O öhdəçiliklər ermənilərin Qafqazda qalmasının davamlılığını təmin edəcək. Deməli, o ermənilərin Qafqazda qalmağının davamını təmin etmək üçün o saziş erməniyə lazımdır da. Amma saziş imzalanmasa, ermənilər bu konflikt içərisində öz varlıqlarını davam etdirsələr, bir də baxacaq ki, Yerevanda erməni qalmıyor. Buna görə biz niyə narahat olmalıyıq ki? İmzalanmır, imzalanmaz. Bir də ki, nəyi dəyişəcək ki, güya bu? Sadəcə dünya dövlətlərinin geosiyasi maraqlarının təminatçısı kimi elə iştirak edirlər. Fransanın Qafqazda olan maraqlarını təmin eləmək üçün xüsusilə Zəngəzur dəhlizini bunlar siyasi alverə çeviriblər. Avropa Birliyinə deyirlər ki, siz bizim arxamızda durun. Avropa Birliyinin gücləri gəlsin, deyək ki, dəhlizə sahiblənsin. Rusiya ilə siyasi alver eləyirlər ki, siz bizim qoruyucumuz olaraq davam edin, Zəngəzur dəhlizinə nəzarət sizdə olsun. Eyni zamanda, indi də Çinlə danışıqlar aparırlar. Ki, siz təbii ki, bu İpək yolu layihəsi başında duran iki dövlətdən biri Çindirsə, Çin marağı var ki, bu dəhliz açılsın, doğru mu? Evet. Ermənilər də ona deyir ki, gələcəkdə türklər sizə problem yaratmasın deyə də, siz bizə çox imkan qazandırın və biz də sizin dəhlizə nəzarətə əldə etməyinizə imkan yaradıq. Bu erməni burada bütün qüvvələrlə özünün günlük siyasətinə məşğul olur. Biz də bu erməni xislətini bildiyimizə görə ermənilərlə deyil, bunlar hansı dövlətlərlə ticarət edirlər, siyasi alverdən söhbət gedir. Biz onlarla danışmalıyıq ki, siz nə istəyirsiniz? Siz gələcəkdə Qafqazda öz maraqlarınızı qoruyub saxlamaq istəyirsinizsə, bizlə əməkdaşlığa üstünlük verirsinizsə, birbaşa dərdinizi bizə deyin. Bizlə anlaşın və bizim də qarşımıza çıxmayın. Məsələ bundan ibarətdir. Cəndar bəy, belə bir informasiyalara rast gəldim ki, iyulun 1-dən Zəngəzur dəhlizi açılacaq. İnandırıcıdırmı ki, iyulun 1-nə qədər razılaşma əldə edilsin və bu yolun istismara verilməsi reallaşsın?
İlham bəy, burada zaman anlayışı biraz təbii ki geri-ciddə səslənə bilər. Ayın biri, ya bu ilin sonu, ya 2 aydan sonra. Bu dünyada gedən siyasi proseslərə bağlı olan məsələdir. Bugün Avropa Birliyi hələ güc olaraq dünya siyasətində qalırsa, bugün Amerikanın özünün geosiyasi maraqları təmin olunmayıbsa, Çinin geosiyasi və ticarət yolların üzərində olan siyasətində bir dayanıqlıq yaranmayıbsa, Rusiya hələ bölgədə söz sahibidirsə müəyyən mənada, ayrı-ayrı dövlətlər üzərindən, biz burada hansısa bir zaman anlayışında erməni xislətinin atacağı addımlarla bağlı dəqiq bir proqnoz verə bilmərik. Erməni dediyim kimi bütün bu qüvvələrdən yararlanmağa çalışır, daha çox qazanclı olsun. Eyni zamanda onlar erməni dövlətinin maraqlarına xidmət eləmirlər. Erməni dövlətini başqa dövlətlərin maraqlarının ayaqlarına sərgiləyirlər, sərirlər. Deyirlər ki, bax, biz sizə bu xidməti göstərə bilərik. Mən hesab edirəm ki, bu əxlaq dışı erməni davranışıdır. Erməni əxlaq dəyərləri olmadığına görə, əxlaqsız bir siyasətin içərisində olduqlarına görə hər kəsin yanında yer almağı, onunla bir yerdə olmağa hazır olan bir siyasətin içərisindədirlər. Konkret hədəf və prinsipləri yoxdur. Başqalarının hədəf və prinsiplərinin qurbanlarıdır. Buna görə də biz erməni kartı üzərində çoxdan danışmağımıza dəyməz. Mən birinci sualı verəndə siz o dərəcədə hazır cavabsınız ki, maşallah imkan vermədi sualın ikinci hissəsində mən deyim. O da qeyd olunur ki, iyulun 1-də artıq Zəngəzur dəhlizi açılacaq. Bu dəhlizə nəzarəti, yəni gediş-gəlişin təhlükəsizliyinin təmin edilməsi Azərbaycan polisi həyat keçirəcək. Azərbaycan polisi bu böyük məsuliyyəti üzərinə götürməklə oradakı təhlükəsizliyi, oradakı gediş-gəlişi doğrudan da layiqincə təmsil edə biləcək, təmin edə biləcək. Mən hesab edirəm ki, ən ideal təklif Azərbaycan və Türkiyə və bütünlüklə götürsək bölgə dövlətləri içərisində Türkiyə, Ermənistan və Azərbaycan ortaq dəyişik bir gücü formalaşmalıdır, onlar nəzarət eləməlidir. Bəs Ermənistan olmasın? Orada məsələn üçün Ermənistan deyə bilməyəcək ki, bura mənim ərazimdir. Orada yox, orada bir güc yox, ərazidən söhbət getmir. Söhbət dəhlizə nəzarətdən gedir ki, başqa ayrı üçüncü bir tərəf bura müdaxilə edə bilməsin. Bu dəhlizə nəzarət ki, Ermənistan, Azərbaycan, bir də Türkiyənin kontrolunda olsun. Bu baxımdan da üçlü bir dəyişik güc bölgəyə yerləşdirə bilər. Bu həm də barışın təminatına çevrilir. Bu ermənilər üçün ən ideal variantdır. Mən bu ermənilər üçün ən ideal variantdan danışıram. Yox, əgər bura erməni desə mən nəzarət edəcəm, konflikt davam edəcək. Və erməni desə yox, mən əmrəm Çin nəzarət eləsin, ya Rusiya, yenə konflikt davam edəcək. Və digər tərəfdən Avropa Birliyinin gözləmçi qüvvə, gücləri burada olsa, yenə konflikt davam edəcək. Çünki dövlətlər arası anlaşma olmadığına görə dövlətlər arası çatışma Zəngəzurda sabitliyin pozulmasını hər zaman gətirəcək. Ən yaxşı variant elə bilinəm Azərbaycan özü orada tək başına ən ideal variant Azərbaycan üçün, bəli, Azərbaycan üçün ən ideal variant bütünlüklə Qafqazın Azərbaycan nəzarətində olması. Nəyə görə deyirəm, özür istəyirəm. Tək Zəngəzur dəhlizini yox. Mənim qonağım idi, partiya sədrlərindən biri, istəmirəm o adını çəkim. Çəkməyin, partiya sədri bugün başqa yox. Yaxşı olardı deyir ki, Azərbaycan ordusu Yerevana daxil olub, orada təhlükəsizliyi, sabitliyi təmin etsin. Əgər bu baş verməsə deyir, Ermənistanda ixtişaşda yaranan, xaos yaranan və orada atom elektrik stansiyası var. O deyir, onu partlaya bilər və bu da regionun məhvinə gətirib çıxara bilər. O biraz ifrat yanaşmadır. Əslində gerçəkliklər var, bir də həqiqətlər. Bir də gələcəkdə bölgənin uzun müddətli güvənliyin təminatı mövzusu var. Təbii ki, bölgədə uzun müddətli təminatın qarantoru Türk millətidir.
Türkiyədə Azərbaycandır, bir də İran adlanan Azərbaycanda Türk siyasi hakimiyyətinin hakim olmasıdır. Bu güc bölgənin qarantoru olduğuna görə və minilliklərə aparacaq bir güvənlik təminatını yarada biləcək güc olduğuna görə təbii ki, bölgədə indidən elə bir siyasi və əskəri, hərbi, mənəvi ideoloji belə bir mühit yaranmalıdır ki, o mühit bölgədə hansısa gələcəkdə qarşı durmalara imkan verməsin. Buna da bugün təbii ki, dünya dövlətləri hazır deyil və eyni zamanda erməni haydut dövləti də buna hazır deyil. Bu baxımdan arzular ayrıdır, gerçəkliklər ayrıdır və bugünkü Ermənistan dediyim dövlət üçün, haydut dövlət üçün ən ideal variant Azərbaycan, Türkiyə, Ermənistan masada oturur üçü. Deyirlər ki, bizim ortaq bir gücümüz formalaşsın. Yəni nəzarətdən söhbət, dəhlizə nəzarətdən söhbət gedir. Biz bir yerdə anlaşaq. Hətta o gücün maliyyələşməsini Azərbaycan dövləti öz üzərinə götürə bilər. Çünki o elə böyük də gücə ehtiyac yoxdur. 200-300 nəfərlik bir gücə ehtiyac var. Söhbət nəzarətdən gedir təbii ki. Belə bir gücün biz maliyyə tərəfində üzərimizə götürə bilərik və Ermənistan da bu digər 3-cü, 4-cü tərəflərdən qəsb olunmasına, hansısa bir yad güclərin, kənar güclərin təsir imkanlarının da aradan qalmasına gətirib çıxara bilər. Günel Əliyev adında bir tamaşaçımız soruşur ki, Cahangir bəy, əgər həqiqətən də dəhlizdə Azərbaycan polisi yerləşərsə, bu halda bizim polislərin vəzifələri nədən ibarət olacaq? Xanım, bilməlidir ki, hər kəs, Günel xanım da bilməlidir ki, mövzu burada üçlü bir nəzarətdən gedir. Hansısa kimisə söz sahibi olmasından getmir. Orada nəzarətdən söhbət gedir. Təbii ki, orada nə müharibə olacaq, nə qarşı durma. Silahlı gücə də ehtiyac yoxdur. Nəzarət postları yaradılır. Nəzarət postlarında təbii ki, 3 dövlətin əskəri gücləri iştirak edir. Havadan dronlar vasitəsilə nəzarət ola bilər. Kənar qüvvələrin sınırı keçməsi, dəhlizə təhlükə yarada bilmə imkanlarını arada qalması. Əlbəttə ki, terror ola bilər. Gələcəkdə bilirsiniz, oradan tək dəmir yolu keçməyəcək. Həm də neft qaz boruları keçəcək. Hər halda bilginiz var. Yeni bir deyək ki, layihələr ortada olduğu bir zamanda o bölgə tam güvənli olmalıdır. Bu güvəni də bölgənin dövlətlərin özü təmin eləməlidir ki, biz də ermənilərə belə bir haqq tanıyırıq. Biz görürsünüz ki, ermənilərin də Qafqazdan getməsini də yəni ümumiyyətlə təklif eləmirik bu anlayışda. Həm də biz ilə bir yerdə olmalarını onlara təklif eləyirik. Bu ermənilər üçün ideal variantı dedim. Bizlə qonşu kimi yaşamaq hüququ və haqqı tanıyırlar. Biz də onların güvənliyinin qarantoruna çevrilirik. Buyurun İlham bəy. Nazim Məmmədli adında bir tamaşaçımız sual edir ki, Cahangir bəy, Zəngəzur dəhlizinin açılması regionun iqtisadiyyatına necə təsir edəcək? Yəni inkişafına da. İlham bəy, bilirsiniz, böyük ticarət yolunun açılmasından biz danışırıq. Tək buradan nəqliyyat vasitələrinin Azərbaycana və bölgə dövlətlərinə verdiyi qazanc mən hesab edirəm ki, neft, qaz gəlirlərindən daha çox olacaq. Böyük infrastrukturlar yaranacaq, iş yerləri açılacaq, bütün sahələrdə. Düşünün ki, dünyanın böyük ticarət yolu buradan keçir və bir ucu uzaq şərqdə, bir ucu Londonda olan bir ticarət yolundan söhbət edirik. Və burada həm də belə bir durum yaranması bölgənin həm də güvənliyinin təminatına çevriləcək. Bu ciddi bir məsələdir. Tarixən bütün savaşlar bu yollar üzərində olub, ticarət yollarının. Bugün bilirsiniz ki, İpək yolunun 3 yolu var. Biz orta yol sayılırıq, Xəzər dənizi üzərindən Bakı, deyək ki, Türkiyə üzərindən Avropa, Aralıq dəniz sahillərinə çıxış. Digər bir yol şimal yoludur, Rusiyanın içərisindən keçir, bilirsiniz, Xəzərin üst yoludur.
Bir yolda Xəzərin güneyindən olan yoldur. 3 yolu var. İkisi qurudur, biri də Xəzərin ortasından 100 kilometri bir məsafədən su bir yolu burada nəzərdə tutulur. Biz də hesab edirik ki, orta yol bugün daha hazırlıqlıdır. Nəyə görə? Güney sınırda böyük sorunlar var, İran məsələsi var, Əfqanistan ciddi sorundur. Rusiyanın özü artıq güvənli bölgə sayılmır. Tək o deyil. Bugün Azərbaycan güvənli bir dövlətdir. Türkistan dövlətlərində də hansısa bir sıxıntının olmasını heç kim hələlik proqnozlaşdırmır. Belə bir durum imkan verir ki, orta yol daha sağlıqlı olaraq tezliklə həyata keçə bilər və belə bir layihənin də həyata keçirilməsi mən hesab edirəm ki, tək Azərbaycan daha güclənməsinə deyil, həm də Ermənistan və Gürcüstan üçün böyük xoşbəxt gələcək vədidir. Bəs buradan Ermənistan nə qazana bilər? Ermənistan kifayət qədər bütün bu layihələrdən yararlanacaq. Ən azı Zəngəzur dəhlizi Ermənistana qazanc gətirəcək. O ərazidən 41 kilometrdir elə o ərazi. 39-41 də bu ərazi. O ərazidən keçməsi Ermənistana ildə 100 milyonlarla dollar xeyir gətirə verəcək. Bir. Digər tərəfdən Ermənistanın özünün içərisində də deyək ki, lojistik mərkəzlər yaranacaq. Və Ermənistan uluslararası projelerin içərisinə qatılacaq. Qatılması ondan xəbər verir ki, Ermənistanda olan iş adamları, Ermənistan dövlət olaraq beynəlxalq layihələrin həm də iştirakçısı kimi bu layihələrin əldə etdiyi qazancdan kifayət qədər yararlanacaqlar və belə bir qazancdan yaranan Ermənistanın da güvənlik qarantoru Türkiyə və Azərbaycan olur. Can da bayaqlar çıxışınızda qeyd elədiniz ki, Ermənistanda birazdan bir dənə də erməni qalmayacaq, hamısı qaçıb dağılacaqlar. Bir tamaşaçımız yazdır ki, Ağamalı Rəhimov. Cahanda bəy, ermənilərin Ermənistandan qaçmasından niyə narahat olursun? Niyə narahat olursun ki, heç... Məncə, mən elə bir narahatçılıq ifadə eləmədim ki. Sözdən söz tuturlar, tamaşaçı çox dərinə gedir. Tamaşaçı çox sual verə bilər İlhan bəy. Bir də var, mənim ifadələrimin kontekstini dəyişmək ayrıdır. Mən birinci ermənilərin narahatçılığını dilə gətirmək istədim ki, ermənilər bundan narahat olmalıdırlar. Və mən ermənilər üçün ən uyğun variantlar səsləndirdim. Və Azərbaycan üçün ən uyğun variantları hələ dilə gətirməmişəm axı. Hələlik mən ermənilərə nə edəcəkləri haqqında danışıram ki, bu mənim danışıqlarla erməni tərəfi yararlansın. Bu bizdə bizim həm də humanistliyimizdən irəli gəlir. Yox, əgər erməni tərəfi biz deyənlərlə, onların xeyrinə danışdığımız təkliflərlə razılaşmayacaqlarsa, bu onların faciəsi olacaq, seçim də onların olacaq, o ayrı bir mövzu olacaq onlar. Yox, indi də humanist fikrinizdən indi tutub nəsə bir... Biz savaş bölgəsində də yadınızda gəlir, 44 günlük savaşımızda və bir günü tamam olmamış ikinci savaşın taleyini əldə etdiyimiz dövrdə gördünüz ki, erməni xalqına, xalqın özünə hər hansı bir zərər vurmadıq. Biz savaşçı millət olaraq və dünya böyük mədəniyyət gətirən bir millət olduğumuza görə bizim davamız xalqlarla deyil, yad düşüncələrləndir, məfkürələrləndir, güclərləndir. O güclər ki, insanlıq üçün təhlükədirlər. Biz onları sıradan çıxarırıq. Eyni zamanda o güclər həm də erməni xalqı üçün təhlükəli olduğuna görə erməni xalqı da bizə öz təşəkkürünü bildirməlidir. Cahanda bəy, necə düşünürsünüz? Bu dərəcədə bu Zəngəzur dəhlizinin açılması ilə bağlı danışıqlar aparılır, müzakirələr qurulur. Amma hələ ki Ermənistan tərəfi bir ortaq məxrəcə gəlmir. Bütün bu suallara son qoymaq üçün mümkündürmü Azərbaycan elə birbaşa Zəngəzur dəhlizini bir saat yarımlıq bir əməliyyatla oranı elə öz ərazisinə qaçsın? Zaten də bizim qədim tarixi torpaqlarımızın bir hissəsidir. Bu son variant. Yəni o da mümkündür də. Yəni təbii, bu bizim həm də təbii haqqımızdır.
birinci Naxçıvan və Azərbaycan əsas bugün xəritəsindən baxanda görürük ki, arada bir parçalanma yaradan bölgə var. O bölgə bizi bir-birimizdən ayrı xalqımızın bütünləşməsinə qarşı çıxır. Millətimizin bütünləşməsi, bir araya gəlməsi üçün onun kommunikasiya, ilişkilərinin qurulması da o xalqın doğal haqqıdır. Naxçıvan xalqı üsyan edə bilər. Azərbaycanın digər bir parçasına birləşmək üçün və bu üsyanı da hər kəs doğru və düzgün qəbul eləməyə borcludur ki, o millət öz vətəninlə bütünləşmək istəyir, əlaqə qurmaq istəyir. Buna da qarşı heç kim çıxa bilməz. Biz də öz vətənimizin bir parçasının digər bir parçası tərəfində hansısa sorunların yaranmasında maraqlı ola bilmərik ki, biz də beynəlxalq hüququn bizə tanıdığı haqlardan yararlanaraq Naxçıvanda baş vermiş hərəkətlənmənin tam içərisində yer alırıq və bir millət bütün mənada özünün ilişkilərini təmin edir. Bu anklav kimi yaşaya bilməz Naxçıvan bu baxımdan. Və eyni zamanda təbii ki, bunu da erməni tərəfi bilməlidir. Biz 44 günlük savaşda mümkün olmayanları mümkünləşdirdiksə, bir günlük savaşda Qarabağın bütünlüklə taleyini həll edə bildiksə, bütünlüklə, yəni əsrlər illəridə olacaq bir problemin bir mənalı kökündən həll etdiksə, eyni zamanda deməli, o 7 saat 50 dəqiqəyə də biz artıq Naxçıvan və Zəngəzur arasında olan sorunda çözə bilərik. Yəni, bu heç kim də bizə qarşı çıxa bilməz. Biz sadəcə bir bölük kifayətdir ki, biz sadəcə mesaj veririk ki, insanlıq göstərir, nümayiş elətdirir. Bugün dünya dövlətlərinin gözü qarşısında. Hər halda erməni tərəfi bir yerə qədər deyək ki, dirəniş göstərə bilər. Bir yerdən sonra nə erməni, nə Rus, nə Çin, nə Amerika, nə Avropa bunun qarşısında dura bilməz. Maşallah. Həmid Əhədli adında bir tamaşaçımız soruşur, dəhlizin açılması hansı strateji imkanlara yol açacaq? Bu məsələ aydın İlhan bəy. Birinci, Azərbaycanın böyük projelərdə birbaşa söz sahibi olan dövlətə çevirir. Birdən-bir Azərbaycan böyük nəqliyyat ölkəsinə çevrilir. Tək nəqliyyat deyil, həm də ticarət mərkəzinə çevrilir. Və eyni zamanda Azərbaycan gələcəkdə daha böyük projelerin iştirakçısına çevrilir. Və bütün bunlarla yanaşı Türkiyə və Azərbaycan arasında artıq qara yol ortada olur. Yəni biz bütünləşirik həm də Türkiyə ilə. Türkiyə ilə bütünləşdiyimizə görə bizim sınırlarımız genişlənir. Biz artıq Afrika içərisinə, ortalarına qədər böyük bir siyasi xəritə bizim lehimizə çevrilir. Sınırlarımız Afrikanın ortalarına qədər gedir. Yəni Azərbaycan birdən-birə Azərbaycan Cumhuriyyətindən ibarət olmur. Daha böyük bir sınırlar içərisində söz sahibi və özünün sərbəst hərəkət etdiyi bir alan qazanır. Bunu mən hesab edirəm ki, iqtisadi göstəricilərini iqtisadçılar hesablamalıdır ki, Azərbaycana bir ildə nə qədər, yəni Cumhuriyyətdən söhbət gedir, gəlir əldə oluna bilər. Bunun siyasi tərəfləri, əskəri tərəfləri, psixoloji tərəfləri var ki, onu da biz danışa bilərik. Bununla yanaşı hər kəs də bilir ki, daha çox sərbəstləşən Azərbaycan hansısa baskılar qarşısında qala bilməz. İlk növbədə Azərbaycan Kıbrıs Türk Cumhuriyyətini rəsmən tanımaqla bağlı qərarı elan edə bilər. İnşallah. Cəndər bəy, kifayət qədər suallarımız var, tamaşaçı sualları da var. Mən tamaşaçılarımıza təşəkkür edirəm, amma çox xahiş edirəm ki, bu verilişi daha çox paylaşsınlar ki, digər dostlarımız da burada aparılan çox maraqlı söhbətlərdən məlumatlı olsunlar. Tamaşaçıların diqqətinə çatdırım ki, istənilən bir mövzu ilə bağlı, hətta şəxsi problemləri, çətinliklə hansısa bir məsələ onları narahat edirsə, onlar da bizim verilişin bölməsinə yaza bilərlər. Bir qonağımız da həm məsələnin
araşdırılması, fikrimizin bildirilməsi, hətta onun həmin problemin aradan qaldırılmasına yardımcı ola bilərik. Diqqətə çatdırım ki, qonağımız Turan Hərəkatının başqanı Cahandar Bayoğludur. Cahandar bəy, Zəngəzur dəhlizi ilə bağlı Azərbaycan cəmiyyətində mövqe heç də bir mənalı deyil. Yəni, bir qismi deyir ki, sülh yolu ilə bu Zəngəzur dəhlizi açılsın, ikinci qism hərbi yolla, başqa birisi hətta pulla alınması, digərləri isə icarəyə götürülməsini təklif edirlər. Sizin mövqeyiniz nədən ibarətdir? Bütün hallarda İlhan bəy, Zəngəzur dəhlizi açılmasını deyən yoxdur. Təbii ki. Hər kəs yeri açılsın, amma fərqli variantlar təklif eləyirlər. Mən də hesab edirəm ki, bu təkliflərin hamısı təqdirə layiqdir. Hər öz bucağından yanaşır. Amma hər kəs də bilməlidir ki, eninə, uzununa və sonunda o bölgədə Azərbaycan söz sahibi olmalıdır. Naxçıvan, Azərbaycan arasında, yəni Naxçıvan ana Azərbaycanla bir bütün torpaqda birləşməsi də onun doğal haqqıdır. Belə bir siyasətdə mən hesab edirəm ki, ellikcə bizim artıq iştirakımız, düşüncələrimizin ortaqlaşması vacib amildir. Digər tərəfdən də təbii ki, siz bilirsiniz ki, Naxçıvan, Azərbaycan bir bölgəsi olaraq tam bütünləşməsi Azərbaycanın iləridə Azərbaycanın geniş mənada bütün Azərbaycan sınırları içərisində böyüməsinə və küresəlləşməsinə gətirəcək. Cahandar, Samirə Nəsirova və Günel Ağayevanın sualları eynidir. Hər iki xanım yazırlar ki, Zəngəzur dəhlizi hansı bölgələri birləşdirir? Hansı ölkələri də birləşdirir? Dünya ilə birləşir. Ancaq bir bölgə... Azərbaycan buradan trenə ya hər hansı bir arabaya minir, istənilən zaman Avropanın istənilən ölkəsinə rahat gedə bilir. Və eyni zamanda Afrika ölkələrinə çıxa bilirik. Asiya dövlətlərinə artıq böyük imkanlar qazanırıq və isti sulara çıxırıq. Digər tərəfdən təbii ki, uzaq şərq dövlətlərinin də Avropanın ortaqlaşmasına, yaxınlaşmasında qavşaq rolunu oynayırıq. Samirə Hüseynova aydınlaşdırmaq istəyir ki, Zəngəzur dəhlizinin açılması Azərbaycanın regiondakı geosiyasi və iqtisadi mövqeyini necə təsir göstərəcək? Bu hər halda dəhliz bizim bir millət olmağımızın bugün bütünləşməsinin qarşısındadır. Qarşısındadırsa, deməli bizim gücümüz əlimizdən alır. Biz bütünləşiriksə daha güclü oluruq. Daha güclü olduğumuz bir zamanda bölgədə və dünyada daha çox söz sahibinə çevrilirik. Özəlliklə biz İran adlanan fars faşizminin bölgədə neytrallaşmasını təmin edirik. Artıq qarşımızda hansısa bir ermənini kullanan bir gücün sıfırlanmasını təmin etmiş oluruq. Və nəhayət də hesab edirəm ki, Tehranın siyasi hakimiyyətinin getdikcə türk amilindən daha güclənməsinə və bütünlüklə Tehran türk dövlətinə yaranmasını gətirib çıxara bilir. Cahandar bəy, bu fars faşizmindən danışdınız. Məlum faktdır ki, həmin fars molla rejimi Zəngəzur dəhlizinin açılmasına qarşıdırlar. Hətta yadınızdadırsa, baş molla həmin dəhlizin onlar üçün qırmızı xətt olduğunu bəyan etmişlər. Onlar dünən deyirdilər, bugün də sizcə həmin o mövqelərində qalırlarmı? İlham bəy, dün idi. Bugün fərqli bir dünya var. Dünənki fars faşizmi bugünkü fars faşizmlə fərqlənir. Dünənki fars faşizmi daha çox bizlə çatışmaq istəyirdisə, bugünkü fars faşizmi bizlə daha çox anlaşmaq istəyir. Eləmi? Anlaşmaq istəyir. Ona görə də bugün fars faşizmi özü deyil, türk kartını önə verərək çıxararaq Azərbaycan və türk dünyasında müəyyən mesajlar verir ki, İran adlanan Azərbaycanda da türk amilini yararlana bilsin. Artıq türk amilinə qarşı çıxmaq İran fars faşizmin
tamamilə məhv olduğunun onlar bilincindədirlər. Bu baxımdan da onlar hesab edir ki, türklərlə anlaşmaq lazımdır. Biz də bu amilə üstünlük veririk. Bu amil bölgənin siyasi coğrafiyasının dəyişməsində daha çox dağıntısız və içsiz bir siyasi prosesə çevrilə bilər ki, biz də belə bir prosesin başlanmasını və davam etməsinə üstünlük veririk. Sizcə deyək ki, Azərbaycanla Ermənistan anlaşdılar, Zəngəzur dəhlizi açıldı. Fars Molla rejimi bu anlaşmazın pozulması üçün hansısa təxribatlar törədə bilərmi? Yadınızdadırsa bir qədər əvvəl bu Fars Molla rejiminin parlamentində təmsil olunan deputatlar belə bir hökumətə çağırışa çıxış edirdilər ki, orada ordu yeridilsin. Yəni dəhlizə ordu yeridilsin, orada sərhəddə Fars Molla rejimi əsgərləri yerləşdirilsin. Bax, bu niyyət Azərbaycan və Ermənistan arasında anlaşılmadan sonra reallaşa bilərmi? Bilirsiniz, Ermənistanla biz heç zaman bir ikilikdə anlaşa bilməyəcəyik. Bugün Ermənistanı kullanan dövlətləri bizi neytrallaşmaqla Ermənistanı masada otuzduracaq. Onların da son nəfəsi fars faşizmidir, ermənilərin. Onlar da, ermənilər də görsələr ki, artıq fars faşizmin nəfəsi daralıb, ta bizə qarşı böyük mənada fəaliyyət göstərə bilmir, əksinə bizə möhtaçdır, fars faşizmin özü, onda erməni də bu bayraqlarını qaldırıb masada oturacaq. Biz ona görə öz gücümüzü doğru düzgün dəyərləndirməliyik. Biz bugün İran adlanan Azərbaycanda gedən siyasi proseslərə daha çox önəm verməliyik. İran adlanan Azərbaycandakı proseslər dünyanın siyasi mənzərəsini dəyişəcək bir prosesdir ki, o proses başdan-başa Azərbaycan Cumhuriyyətinin və Azərbaycanın xeyrinə işləyir. İran adlanan Azərbaycanda olan siyasi dəyişkənliklər əslində Azərbaycanın böyük mənada dünya siyasətində mövqeyinin bir mənalı ortaya çıxmasına gətirib çıxarır. Biz daha çox ora diqqət göstərməliyik. İran adlanan Azərbaycanda dəyişkənliklərə üstünlük verməliyik. Biz erməni kartın üzərində çox da başa ağrıtmamalıyıq. Onlar bizim günlük fəaliyyətimiz olmalıdır. Ayrı-ayrı institutlar bir erməni məsələsinə məşğul olmalıdır, biri Çin məsələsindən. Amma böyük mənada dövlətimiz İran adlanan Azərbaycanda baş verəcək dəyişkənliklər hazırlaşmalıdır. Biz o prosesin içərisində daha çox yer almalıyıq. Biz o prosesin içərisində üstünlüyü tam mənada ələ götürüb, dış güclərin İran adlanan Azərbaycanda baş verəcək dəyişkənliklərdə rolunu və yerini tam mənada zərərsizləşdirə bilsək, fərz eləyin ki, artıq Azərbaycan yaxın gələcəkdə, ən azı 10 ilin içərisində dünyanın ən super dövlətlərindən biridir. Biz buna hazırlaşmalıyıq. Ona görə kiçik anlayışlar, kiçik bizim qarşımıza atılmış sorunlar bizi məşğul etməməlidir. Cahangir bəy, xatırlayırsınız 2023-cü il bu studiyada siz bəyan eləmişdiniz ki, 2025-ci ilə qədər Fars Molla rejimi parçalanacaq, Güney Azərbaycan dövləti yaranacaq, üçrəyimi bayrağımız Təbrizdə qürurla dalğalanacaq. Deyəsən 2025-ci il artıq yekunlaşmaq üzrədir. Sizin proqnozunuz özünü doğrultmalıdır. Təəssüflənmirsiniz? Əksinə, mənim proqnozum özün doğrudur, Aylan bəy. Elə düşünürsünüz? 2025-ci ilin biz astanasındayıq. Bu ildə böyük dəyişkənliklər ilidir. Bu böyük dəyişkənliklərin də ilk qapısı İran adlanan Azərbaycandır. İran adlanan Azərbaycanda artıq dəyişkənlikləri yəqin siz hiss edirsiniz. Mən hiss eləmirəm, sizi deyə bilmərəm. Dünənə qədər fars faşizmi sınırlarda at oynadırdı. Xeybər təlimləri keçirirdi, Azərbaycana füza fırladırdı, Azərbaycanı Siyonizm dövlətini adlandırırdı, xatırlayırsınız. Mən bağışlayın, üzr istəyirəm. Yəqin sizin məlumatınız yoxdur, həmin Sepah ermənilərin o tök-töküntülərindən qalan o ordu birləşmələri də Naxçıvan istiqamətində hərbi təlimlər keçirir. Aylan bəy. Burada Bulaçivar və Astara istiqamətində olması Naxçıvan istiqamətində. Aylan bəy, o
belə informasiyaları ciddi qəbul eləməyib. İyula qədər aldızı təlimdən keçirməyə planlaşdırır. Nə biz alladıq özümüzü, nə də kimisi. Farsda faşizm də orada özünü alladır. Eşidirsinizmi? Söhbət ondan gedir ki, bugün İran adlanan Azərbaycanın Cumhurbaşqanı Pezeşkiyan artıq Azərbaycana daha ılımlı bir münasibət bildirməyə cəhd göstərir. İran adlanan Azərbaycanda sosial yönündə ciddi dəyişikliklər baş verir. İran adlanan Azərbaycanda etnik zəmində türklərə olan baskılar getdikcə zəifləyir. Eyni zamanda İran Fars faşist çətəsi Mən ciddi Cahandar var. Sizin xəbəriniz yoxdur. Yəni mart ayında ancaq Fars molla rejimi 23 dənə Azərbaycanlını dar ağacından asıb. 12 dənə çocuğu döyə-döyə Azərbaycan Fars mollasının o 56 polisləri, o uşaqlar döyə-döyə şikəst ediblər. Və bu irəliyə doğru müsbət addım hesab etmiyorlar. Aylan bəy, irəliyə doğru addım anlayışını qəbul etməsək, onda Azərbaycan dövləti ilə Türkiyənin bölgədəki nüfuzunun artmasını imtina eləməliyik. Deyir ki, getdikcə molla rejimi daha da aqressivləşir. Xeyr, İlhan bəy. Çöktükcə daha da aqressivləşir. Yəni mən gəldiyim qənaət. Fars faşizmin əxlaqında gücə tabi olma anlayışı var. O arxası güclü olanda, özünü biz onlardan arxalarından bir yerdə zəif olanda onlar bizi darmadağın eləyər, bizi sıfırlayar. Elə ki görürlər zəiflik var, arxasında olan güclər də qaçır. Fars faşizmi sənin bir gün gəlib qabağında diz çökəcək. Səndən savaşmayacaq. Fars faşizmi, erməni faşizmi, Yunan faşizmi, bunların əxlaqları eynidir. Bunların arxasında duran güclər onları kullandıqca böyük türk millətinə qarşı direnç göstərirlər. Biz gücləndikcə onlar zəifləyirlər. Əgər bugün Fars faşizmi yenə elə qüdrətlidirsə, onda biz zəifliyik. Heç nə inkişaf olmayıb deməkdir. Yox, əksinə, bugün gəlin qəbul edək ki, Orta Doğunun, Ön Asiyanın daha doğrusu, artıq taleyini həll edəcək dövlət Türkiyə dövlətidir. Türkiyə dövlətindən yan-yana kimdir? Azərbaycan Cumhuriyyəti. Doğrudurmu? Azərbaycan Cumhuriyyəti əslində Qafqazın taleyini həll etmiş bir dövlət duruş statusundadır və bugün dünya siyasətində də öz sözünü açıq deyən bir dövlətdir və bağımsız bir siyasətin içərisində ki, o siyasət milli dəyərlərimizə, milli maraqlarımıza söykənir. Türk ailəsini hədəfləyən bir siyasətdir. Bu siyasətdə gəlin qəbul edək ki, artıq Fars faşizmi, erməni faşizmi türk amilindən çatışmaya deyil, anlaşmaya üstünlük verəcəkləri zaman gəlir. O da son nəfəslərini yaşayırlar. Bugün daha çox çalışırlar ki, bizim güclü tərəflərimizi zəiflətsinlər. Azərbaycanı Türkiyəyə qarşı qoymağa nə qədər cəhd göstərdilər? Xatırlayırsınızmı? Keçən yayda ən azı Azərbaycanda belə bəzi uluslar arası trollar, İlhan bəy, Türkiyə-Azərbaycan arasında bir cəbhə açmağa cəhd elədilər. Xatırlayırsınızmı? Sayın Erdoğan əleyhinə məqalələr, təhqirlər yadınıza gəlir? Yazdıran qüvvələr var idi, troll gücləri. İndi onlardan əsər əlamət varmı? Bugün son ADA akademiyasında gerçəkləşən toplantıda Sayın Əliyevin açıqlaması bütünlüklə Türkiyə-Azərbaycan ilişkilərində yara açacaq, bütün hərəkətlənmələrin qarşısını açacaq, qarşısını alacaq mövqe sərgiləyə bildimi İlham Əliyev? Və bu mövqe bütün o troll ordusunun uzun illər, uzun müddət apardığı mücadilədə nə qədər ifş olduqlarını hər kəs gördümü? Düşünün ki, artıq Azərbaycan və Türkiyə arasında sorun yarada bilmədiklərini görən bu güclər Türk birliyinə... O daşlar hansı istiqamətdə atılır? Türk birliyinə zərbəni gördünüz, Türkistan coğrafiyasından vurmağa başladılar. Həmin güclər. Bunlar bugün sevinirlər ki və hesab edirlər ki, Türk birliyi dağılacaq. O yöndən istəyirlər bizə zərbə vursunlar. Bax bu dəqiqə.
Və biz də hesab edirik ki, bəzi sorunlarımız var, əskiklərimiz var. Biz o sorunları və əskiklərimizi Türk birliyin içərisində özümüz çözəcəyik. Biz kiminsə əlini oynamayacaq. Biz bugün Türkistan coğrafiyasından dış güclərin Türk birliyinə yönəlik həmlələrini doğru və düzgün dəyərləndirmək artıq bacarırıq və belə bir fitnələrin içərisində yer ala bilmərik. Biz zəiflərimizi də bilirik, artılarımızı da bilirik. Belə bir durumda təbii ki, dış güclər Türk birliyinin içərisinə girə bilmədiklərini də tam mənada dərk edəndən sonra siz baxarsınız. Fars faşizmin Azərbaycana və Türkiyəyə olan münasibəti daha da ılımlaşacaq. Onun kimi də ermənilər, onun kimi də qonşu Yunanlar. Biz belə bir gücümüzü doğru düzgün elə sərgiləməli, bacarmalıyıq ki, bizə qarşı olan güclər özləri sökülsünlər. Biz onların bizə qarşı olan kirli niyyətlərinin içərisində yer alıb, onların fitnələrinin içərisində olsaq, təbii ki, onların əlini oynamış olarıq. Əksinə bugün biz daha çox içdən arınmaqla, içdə olan sorunlarımızı çözməklə daha çox güclənəcəksə, nə erməni, nə fars faşizmi, nə Yunan faşizmi, nə digər faşizmlər, heç fransız faşizmi, Çin faşizmi, heç biri bizim qarşımızda davam gətirmir. Cəndar bəy, hansı işartılar sizə artıq fars faşizminin dağılmağa yaxın olduğunu demək əsas verir? Türk millətinin yüksəlişi. Bəli. Biz onu özümüzdə axtarmalıyıq, hansı amil deyəndə. Biz nə qədər çox yüksəlsək, onlar bir o qədər çökəcəklər. Çünki onların yaranma fəlsəfələri, İlhan bəy, bizim çöküşümüzlə hesablanır. Biz çöktükcə onlar yüksəlib. İndi biz yüksəldikcə onlar çökəcək. Ona görə biz yüksəlişimizə diqqət eləməliyik. Kiminsə çöküşünə də biz gedib xüsusi iştirak eləmirik. Bir fars faşizmin, erməni faşizmi, Yunan faşizmi, fransız faşizmin çöküşündə gedib iştirak eləmirik. Nə də sərmayə qoymur. Biz sadəcə özümüz güclənirik. Biz gücləndikcə onlar çökəcək. Onlar da bunun sirrini özləri axtarmalı ki, nə edəcəklər. Biz onların yerinə gedib fikirləşəsi deyilik. Son məqamda Fars molla rejimi bilsələr ki, artıq bunların sonudur. Bilirsiniz, onlar terror dövlətidir və hər il 100 milyard dollara yaxın terrorun həyata keçirilməsinə və ya da terrorun maliyyələşməsinə vəsaitlər ayırırlar. Azərbaycanın müxtəlif yerlərində terror aktları törədə bilərlərmi? Yadınızdadırsa, Azərbaycanın İsraillə belə yaxınlaşmasından əndişələnən Fars molla rejiminin rəsmi şəxsləri Azərbaycanı raketlə vurmağı tələb edirdilər. Belə bir hallar sayı arta bilərmi? Biz dünəndən artıq çıxmalıyıq. Dünən bugün yoxdur. Bugün dünəndən çox fərqlidir. Bunu dünən demək olar. Dünənki baxışla baxanda siz haqlısınız. Amma bugün baş verən hadisə dünən hazırlanıb da bu baxımdan. Bəli, bugünkü hadisə dünən hazırlanıbsa, dünənki hadisə də o biri gün hazırlanıb. Doğrudurmu? Elədir. Dünən o bir günlə fərqləndiyinə görə, bugün də dünənlə fərqlənir. Biz daha çox bugün və sabah nə olacaq haqda danışmalıyıq. Biz o baxışdan baxanda görürük ki, sizlərdən heç biri yoxdur. Nə fars faşizm, nə terror aran. Siz düşünün, bəzi məsələlər var, biz biraz özümüzü düzgün dəyərləndirməyə bacarmalıyıq, İlhan bəy. Fars faşizm içərisində bugün, yəni İran adlanan Azərbaycandan siyasi coğrafiya anlayışından demək istəyirəm. Türk amili daxildə o qədər güclənib ki, fars faşizm artıq hansısa terror keçirməyə də ehtiyat eləyir. Bilir ki, hansısa Türk generalı bunun qarşısını alacaq. Siz elə bilirsiniz ki, Türk generalları fars faşizmin terrorlarının tərəfindədir. O içəridə də dava gedir. Türk amili güclənmək tək bizim Azərbaycan və Türkiyənin güclənməyi anlamını vermir, İlhan bəy. Türk amilinin güclənməsi İran adlanan Azərbaycanda da türkülüyün yüksəlişindən gedir. Türkülüyün yüksəlişi isə xalqın içərisində tək deyil, bütünlüklə millətin içərisindədir. Onun içərisində İran adlanan Azərbaycanın bürokratiyasında olan generallar, marşallar,
böyük siyasi və xadimlər, dövlət xadimləri iştirak edir İlham bəy. Siz elə bilirsiniz ki, Fars faşizminin İran tam mənada ixtiyarına qalsaydı, İran bu qədər zəif görünərdi bizim qarşımızda. İran ona görə həm Fars faşizm İranda ona görə həm də zəif görünür ki, İran adlanan Azərbaycanın özündə türklük amili güclənir. Biz türklük amili deyəndə Türkiyə, Azərbaycan buranın coğrafiyanı götürmürük. İranın özünün içərisində yüksələn bir türk amilində nəzər almalıyıq. O türk amili güclənirsə, Fars faşizm onların içindənsə terror eləyə bilər. Onlar ixtisaslaşmış bir. Aynen bəy, onlar heç bir ixtisas. Onlar bunun kuklası olub həmişə. Fars faşizmin terroru İsrailin sifarişlərini yerləşdirib Avropa dövlətlərinin, Amerikanın, bunun Rusun özünün ağlı özündə olub ki, həmişə erməni kimi kullanan bir toplumdur da. İran adlanan Azərbaycanda 87 milyona yaxın nüfuz var. Bugün 90'a yaxınlaşır. Onun 15 milyonu heç Fars deyil. Fars faşist anlayışı da heç bir neçə 100 min Farsın ağlındadır. Elə birisi Fars xalqının hamısı faşistdir. Yox. Bu 100 minlik bir çətələşmənin içərisi qarşısında da İran adlanan Azərbaycanda milyonlarla türk amili var. İlham bəy, o kimdir ki bizə qarşı çıxsın? Sadəcə bizim onlarla hələli tam mənada anlaşmadığımız bir sıra məsələlər var. O da daha çox ideoloji, siyasi məsələlərdir. Gələcək İran adlanan Azərbaycanın yapılanma məsələsidir. Bizim Azərbaycan Cumhuriyyətinə və Türkiyədə oturuşmuş bir fikir olmadığına görə İran adlanan Azərbaycandakı türk amili ilə ortaqlaşa bilmir. Biz birinci elə bir siyasi mənzərə yaratmalıyıq ki, İran adlanan Azərbaycanda olan türk amili ilə, gücünlə ortaqlaşa bilək. O ortaqlaşdığımız gün, o qızıl bir ortaq yarandığı gün İran olacaq türk. Biz ona hazırlaşmalıyıq. Biz İranın gələcək taleyi ilə bağlı doğru və düzgün proqnozlar verib fəaliyyət göstərməliyik. Biz İran dağılacaq anlayışı var. İran niyə dağılmalıdır ki? İran dəyişməlidir İlham bəy. Bütövlükdə? İran bütövlükdə dəyişib Azərbaycan olmalıdır. Dağılmalıdır nə demək? Azərbaycanı biz dağıtmalıyıq. Bu gün adı İrandır. Biz oran sabah ora Azərbaycan olacaqsa oranı niyə dağıtmalıyıq İlham bəy? Orada Farslar da var da. Ay olsun da indi Azərbaycanda ayrı-ayrı dövlətlər, ayrı-ayrı xalqlar yaşamır. Farsın özü də bir gün ayılacaq, deyəcək bu faşizmi bizi məhv edib ki, nə mədəniyyətləri inkişaf edib, nə şairləri var, nə yazıcıları var. Hamısı türkdür. Fars da özünə mədəniyyət qura bilməyib axı. Fars adından farsçılıq, Rus adından rusçuluq heç bir millətə gələcək heç nə vəd etmir. Əksinə o bir nömrəli onların faciəsi deməkdir. O anlayış, o faşizm. Əksinə onların da gələcək insan kimi, millət kimi yaşamaların taleyi bizdən asılıdır. Ona görə bizim bəzi fikirlərimizə çox adam humanist kimi yanaşır. Deyir ki, yumuşaq dedi, bu farsları da dəstəklədi. Oradan görmürsən, deyirlər İrəvandan bağlı, ilimli açıqlama verir. Nə mənada özü üçün İlham bəy, biz böyük milləti, böyük düşünürük. Nə mənada? Təbii. Arazimizi ermənilərə bir qədər saxladıq. Son 200 ildə, 300 ildə o qədər haqsızlıqlara uğramışıq ki, o qədər bizi məğlubiyyətə düçar ediblər ki, biz bu gün müdafiə sistemimizi yarı hücum sisteminə keçməkdə əziyyət çəkirik. Hər baş verən hadisədən müdafiə keçirik ki, nəsə olacaq. Əksinə, rahat olun. Yumruqlarınızı salın, vurun, darmadağın dağıda geçsin. Heç nədən çəkinməyin. Nə müdafiə? Hər kəs bizdən qorxur, biz də onlardan qorxur. O nətər olur? Onlar bizdən çəkinir ki, bunlar nə qayıracaq? Bizə deyir ki, yox, onlar nə qayıracaq? Kim daxı onlar nəsə eləsin? Bu baxımdan biz biraz özümüzü doğru və düzgün tanımalıyıq ki, biz kimi sualına birinci cavab verməliyik. Biz özümüzü tanımasaq, biz kimi sualına cavab verməsək, hər hansı bir uğur qazana bilmərik ki. Canda və bizim dostumuz mənim qonağım idi ötən həftə. Mövzu ilə bağlı, yəni Fars Molla rejimi ilə bağlı bir suallar yarandı. Onu verdim. O dedi ki, artıq Güney Azərbaycanda fəallar formalaşıb, biz mütəmadi olaraq onlarla əlaqə saxlayırıq.
yaxşı əhval-ruhiyyədədir və çox qısa müddətdə böyük bir oyanış, böyük bir fəallıq olacaq. Siz istəməzsiniz ki, sizi kimi ömrünüzü, bütün həyatınızı Böyük Azərbaycan qurulması uğrunda sərf eləmiş Cahanday bəy, bax bu oyanışda, bu prosesdə deyək ki, fəallardan olması. İlhan bəy, birinci artıq zamanı gəlir. Günü Azərbaycan anlayışı Azərbaycan anlayışı deyil. Bu anlayışda bir bölücülük var. İran adlanan Azərbaycan başdan başa Azərbaycandırsa, niyə güneyi olmalıdır? Onun batısı da bizimdir, doğusu da, hər yeri də. Məşhəd bizimdir, Xorasan bizimdir. Aylan bəy, nə bilirsiniz ki, oyanış hardadır daha çox? Xüsusi Məşhəddə, orada ayrı-ayrı Türk bölgələrində oyanışları görürsünüz. Siz Qaşqay bölgəsində ayrı-ayrı YouTube kanallarında olan açıqlamaları dinləmişsiniz yəqin ki. Nə qədər ciddi oyanış var Qaşqay bölgəsində. Və bütün onun kimi Türkmən səhrada, Xorasan illərində, bütün İran adlanan Azərbaycanın, İlhan bəy, bunu mən deyirəm, çox elə bilir ki, biz zarafatçad eləyirik. 60-65 milyon Türk var. Biz kimi, haranı bölürük, haranı parçalayırıq İlhan bəy? Harası Güney Azərbaycandır? Sualıma gəlsinlər, cavab versinlər. Pişəvərinin cızdığı xəritə Azərbaycan xəritəsi ola bilərmi? Əgər o Moskva tərəfindən cızılıbsa. Azərbaycan, İran adlanan Azərbaycan elə Azərbaycandır da. İranın Azərbaycan olması uğrunda bizim mübarizə aparırıq. Aylan bəy, nə Güney Azərbaycan? Mövzunu düz dəyərləndirməliyik. Bəziləri elə danışır, elə bir sən akademikdir, deyir, yox, mən belə əlaqə saxladım, o belə elədi. İran adlanan Azərbaycanda inkişaf və dəyişkənliklər, gözə görünməz elə amillər var ki, orada daha çox güclü gedir. Siz elə bilirsiniz ki, traktor takımına 100 minlərlə adam çıxır, orada İran adlanan Azərbaycan türklərinin marşalları iştirak eləmir, generalları iştirak eləmir, əyatullaları iştirak eləmir. Bildiniz mən nələr danışıram? Sadə məsələ deyil. Pezişkyan bazar günü, birinci gün Bakıya gəlir, doğru mu? Ayın 28-i. Öyle. Yanında gələnlərin böyük əksəriyyəti Azərbaycan türkləridir, doğrudurmu? Evet. Bütünlüklə türkdür də, belə deyək. Bir neçədə əyalət valiləri gəlir. Qərbi Azərbaycan, Ərdəbil, Zəncan, Şərqi Azərbaycan, doğru mu? Onların içində marşallar, generallar gəlir. Siz İran adlanan Azərbaycan və Türk deyəndə tək traktor takımını nəzərdə tutmayın. Oradakı bizim bugün Türk millətçiləri olan gəncliyi nəzərdə tutmayın. Böyük amillər var İlhan bəy. Sizə bir şey deyim. Siz Azərbaycan tarixini bilən adamsınız, doğru mu? Yaxın tariximizdən, Quzeydən danışıram. Azərbaycanda 88-ci ildə xalq hərəkətlənməsi var idi, düzdürmü? Yanlış, bəli. Heydər Əliyev də Moskvadaydı, doğrudurmu? Ulu öndər Heydər Əliyev, bəli. Üzr istəyirəm, məni dinləyin axıra kimi. Heydər Əliyev Moskvada olsa belə, xalq hərəkatında iştirakı var idi ya, yox idi? Təbii ki. İndi düşünün ki, İran adlanan Azərbaycanda nə qədər bizim soydaşlarımız var, belə. Bildiniz nədən danışıram? Biz kiçik millət deyil İlhan bəy, biz böyük millətik. Bizim hər qatdan böyük adamlarımız çıxır. Biz hər yerdə özümüzü görməyə bacarmalıyıq İlhan bəy, dəyərləndirməyi də bacarmalıyıq. Və dış güclərin də bizim millətimizin övladlarını üz-üzə qoymağı bacara bilməz. Bugün kimisə nə zamansa rejimin yanında olduğuna görə hansısa marşalı, generalı, hansısa deputatı, hansısa valini bizim öz əlimizlə əzdirə bilməz. Biz özümüz olmalıyıq və olacaq. İran adlanan Azərbaycanda İlhan bəy, millilərlə yatan böyük Türk dövlətinin əxlaq dəyərlərini daşıyan övladları var. Onlar dövlətin içindədirlər. Onlar Türk dövlət əxlaqının nə olduğunu bilirlər və ona hazırlaşırlar. Məsələ bu qədər sadədir.
Candır, bəzən Pezeşkiyanı Azərbaycanpərəst, Azərbaycan sevdalığı bir prezident kimi təqdim edir. Sizcə Heydər Baba şeirini deməklə və yaxud da deyək ki, Urmiya gölünün qurudulmasının qarşısını alacağım barədə insanlarla görüşməklə Azərbaycan sevdalısı olmaq mümkündür? İlham bəy, elə bir olay var ki, o olay tək başına bir inqilabdır. Bir hadisə, bir inqilabdır. Məsələn, Mübariz İbrahimovun bir gecədə elədiyi qəhrəmanlıq artıq tarixdir. Hadisə bir gecədə olub, düzdürmü? Təbii ki. Amma o hadisənin özü böyük Türk millətinin qüdrətinin simvoludur, doğrumu? Biz hadisəyə artıq Mübariz İbrahimov çərçivəsindən çıxıb başqa bir kontekstdə yanaşır, doğrumu? Hər kəs, hər bir Türk özünü Mübariz İbrahimov kimi hiss edir də. Hiss edirsə, deməli bizim nə qədər qəhrəmanlarımız artıq potensial qəhrəmanlarımızdan söhbət edirəm İlham bəy. Onlar var artıq, düzdür. Onun kimi mədəniyyətdə inqilab olur birdən. Belə bir mədəni hərəkətlənmə olur ki, bir dənə inqilaba çevrilir. Onun kimi də bir şeir bir inqilabdır. Rəcəb Tayyib Ərdoğan 15 dekabr idi, eləmi? Bakıda parad. Bəli. Orada bir şeirin bir bəndini dedi. İnqilab olmadı. Oldu. Da nə deyirsin? Çox böyük bir. Bildiniz nə demək istəyirəm İlham bəy? İndi Sayın İlham Əliyev bir Təbrizim şeiri desə necə olar? Təsəvvür edin ki, İlham Əliyev tədbirlərin birində bir Təbrizim şeiri deyir. Bir şeir, bir ifadə gör nələri dəyişir İlham bəy. Təsəvvür edin. Ona görə hər bir hadisənin mənəvi, tarixi əhəmiyyətini doğru və düzgün dəyərləndirməyi biz bacarmalıyıq. Bir Türk həyatında bir addım atıb, o addımı millətin xeyrinə böyük inqilab dəyişkənlik yaradıbsa, biz onu dəyərləndirməyi bacarmalıyıq. Hələ irəlidən hansı proseslərdə iştirak edəcək, o sorudur. Amma bu günə qədər artıq böyük görülüb. Kim nə deyir desin? Hələ siz hazırlaşın Bakı görüşünə. Sayın Əliyevlə Pezeşkiyanın türkçə danışmasını, mətbuat konferansında verilən suallar. İlham bəy ondan sonra yadınızda da bir daha bir tədbirdə deyəsən Pezeşkiyan Azərbaycan dilində şeir dedim, onun qarşısını aldılar, imkan vermədilər. Gördünüz, sonra başqa şeirlər çıxdı, sonra başqa şeylər çıxdı, artıq o adiləşdi. Bir şeirə qarşı çıxan fars faşizm artıq şeirlərin qarşısına dura bilmir. Artıq Pezeşkiyan Türk bölgələrinə gedəndə Türk dilində danışır, heç kimlə də çəkinmədən. Amma dünənə qədər ehtiyat eləyirdi. Özü deyirdi ki, biraz ehtiyat eləyirəm. Amma çox tez deyirlər ki, güya istefa verdi və yaxud istefa verəcək. Ailəm onun arzulardır, kimlərin arzusudur. Yəni deyirsiniz... Pezeşkiyanın haqqı yoxdur istefa vermək. Yəni deyirsiniz, Başmollum ona sərbəstlik verib. Ailəm Başmollanın bizə ehtiyacı olacaq. Ailəm bir gün... Dövləti idarə edən... Ailəm bir gün Başmolla, sən İlham Əliyevə müsahibə verməz onda. Mən bundan heç zaman müsahibə etməm. Mən sənə deyirəm ki, sevə-sevə alacan. Niyə? Mənim xoşun gələcək ki, mənim soyumdan kökümlü olanlara Ailəm bəy bir dəqiqə özür istəyir. Neçə uşaqların Ailəm bəy istəyir minlərlə adam öldürsün, eşidirsənmi? Oğlum, müsahibə alacaq. Ailəm bəy siyasi proses elə bir mərhələyə gələ bilər ki, o elə bir açıqlama verə bilər ki, sən ondan sual vermək istəyərsən ki, bu sualı verim, bəlkə o sualın ilk dəfə mən bəlkə verdim və bəlkə də ilk cavabı mən alacam, anlayışı çıxacaq ortaya. Tələsməyin bəy. Bölgədə elə dəyişkənliklər, elə proseslər gedir ki, hər an hər şey dəyişə bilər. Hər an bütün bəşəriyyət dəyişə bilər. Və Azərbaycan hər an mahiyyətini tam mənada ortaya qoya bilər. Və ona doğru biz gedirik. Ona görə bu gün onu bunu qamçılamaqla, vurmaqla, kəsməklə, asmaqla iş etmir İlham bəy. Tarixin öz axarı var. Biz o axarın içərisində prosesləri doğru və düzgün dəyərləndirib elə mövqe sərgiləməli ki, o təkərin altına özümüz düşməyək. Əksinə sağ çıxaq. Özümüzü düşünməliyik birinci. Prosesin qarşısını heç kim ala bilməz. Nə Xamneyi alar, nə Pezeşkiyan ala bilər. Proses böyük prosesdir. Bir millətin özünə
dərk edib özünü idarə etmə prosesindən gedir söhbət. Və o millətin ruhunun bütünləşməsindən söhbət gedir. Ruhunun fiziki bütünləşməsindən söhbət gedir. Ruhu bütövdür, o ruh milləti fiziki mənada bütünləşdirmək istəyir. Onun qarşısına kim dura bilər İlham bəy, o enerjinin? Qutarı getdi. Haqlısınız, amma son olaraq mən onu demək istəyirəm ki, biz Azərbaycan olaraq, biz millət olaraq Allahın yer üzərində qınızlarıyıq. Nə qədər ki, biz Fars Molla rejimi nəzarət etdik, o torpaqlarda öz dövlətçiliyimizi qurmamışıq, o qılınc hər zaman o Molla rejimin başı üzərində olur. Ailəm bəy, bizim düşmənimiz Fars faşizmidir, Molla deyil, şah deyil. Bütünü bizim düşmənimizdir. Fars faşizmi bütün mənada bizim düşmənimizdir. O min illərlə bizə qarşı düşmənçilik eləyir. Min illərdir İlham bəy. Tarixdə olmayan dövlətlər yaradıblar, bizə qarşı istifadə edirlər. Əhəmənilər, Sazanilər. Tarixdə elə dövlət zad olmayıb. Haqlısınız. Tarixdə Fars milləti olub ki, onun dövlət olsun eramızdan əvvəl. Fars millətin yaranma tarixi İslamdan sonradır. Nətər oldu? İslamdan öncəki dövrdə Fars dövlətləri oldu. Farslar müsəlmanlaşmış Hindistanlılar deyilmi? Haqlısınız. Müsəlman dövründən əvvəlki dövrdə Fars milləti necə ola bilərdi? Elə 1925-ci ildə Qacar dövləti. 1000 il İslam dövrü yaranandan Avropalılar bu müsəlman Hindistanlıları örgütləyib təşkilatlandırıb Türk millətinin içərisində yarıya çeviriblər. Biz o yaradan bəşəriyyəti xilas eləməliyik. Edəcəyik inşallah Cahanda. Ona da tabii ailəm ona görə doğru gedir özü heç kim narahat olmasın. Bu açıq deyirəm. Hər kəs bu yolda yer almalıdır. Almayanlar ayaqlanıb gedəcək. Heç kim ayaqlanmasını mən istəmirəm. Düşmənimin belə ayaqlanmasını istəmirəm. Var olasınız Cahanda. Allah sizi qorusun. Sizinlə hər dəfə bizim verilişlərimiz çox maraqlı. Bu verilişimiz də maraqlı olur. Mən sizə təşəkkür edirəm. İlham bəy, mən də sizə təşəkkür edirəm. Murad bəy bizim çox zəhmətimizi çəkir. Bəhruz bəy, bilirsiniz, sizin media patronu olaraq çox, deyək ki, hər zaman diqqətə layiqdir. Düzlərə sıra siyasi kavqalarımız olur, amma bir-birimizi yenə dəyərləndiririk. Mən onun dəyərləndirməyi bacarıram. Sizdə də yeni rəhbərlik var, xanım. Banu Çiçək xanım gördüm bugün. Mən gəncdir, ona da bəli, televiziyanın rəhbəri kimi ona da başarılar diləyirəm. Çox sağ olun Cahanda bəy. Mən sizə bir təşəkkür edirəm. Tamaşaçılarımıza da bir təşəkkür borcumuz var. Çox sağ olsunlar. 70 dəqiqə yaxın bizlə oldular, suallarını yazdılar, fikirlərini ünvanladılar.